Deməli, bugün sizə tamamilə fərqli bir hekayə danışacağım. Bu, Wall Street'dəki kostyumlu adamlardan biri deyil. Bu, maliyyə dünyasının kodunu riyaziyyatla sındıran bir adamın hekayəsidir. Hər şey demək olar ki, ağla sığmaz bir rəqəmlə başlayır. Söhbət Jim Simons'ın medalyon fondundan gedir. Baxın, bu fond 30 ildən çox müddət ərzində hər il, təkrar edirəm, hər il orta hesabla 66% gəlir gətirib. Bu, sadəcə inanılmazdır. Yaxşı, gəlin indi bu fərqi daha aydın görək. Baxın bu qrafikə. Sol tərəfdəki o sütun bilirsiniz, bazarın standart gəliridir. Yəni, 100 manat qoyursunuz, ilin sonunda olur 110 manat. Pis deyil, elə deyilmi? Amma indi sağ tərəfə baxın. Bu medalyondur. Eyni 100 manat ilin sonunda 166 manata çevrilir və bu bir dəfəlik bir şey deyil. Təsəvvür edin, bu möhtəşəm fərq 30 il boyunca hər il təkrarlanıb. Aradakı fərq sadəcə böyük deyil, bu bir uçurumdur. Belə bir nəticəni görəndə adamın ağlına istər-istəməz tək bir sual gəlir. Necə? Yəni, Wall Street'in ən təcrübəli canavarlarının xəyal belə edə bilmədiyi bir şeyi bir riyaziyyatçı necə bacardı? Bax, bugün biz məhz bu sualın cavabını axtaracağıq. Və sizə bir ipucu verim. Cavab Wall Street'in qalın kitablarında deyil, tamamilə fərqli bir aləmdə gizlənib. Bəli, onun uğurunun sirri məhz maliyyə dünyasından gəlməməsindədir. Onun əsl üstünlüyü tamamilə fərqli, çox qeyri-ənənəvi bir keçmişə sahib olmasıydı. Deməli, Jim Simons'un hekayəsi parıltılı ofislərdə, birja salonlarında başlamır. Yox. Onun hekayəsi riyaziyyatın və şifrələrin səssiz, gərgin dünyasında başlayır. Bir anlıq təsəvvür edin, soyuq müharibənin ən qızğın dövrüdür. Gənc bir riyaziyyatçı ABŞ Milli Təhlükəsizlik Agentliyində işləyir və Sovetlərin ən məxfi kodlarını sındırır. Və bir gün bu adam özünə yeni bir hədəf seçir. Maliyyə bazarları. Bilirsiniz, o bazara başqaları kimi baxmırdı. Onun üçün bazar iqtisadi hekayələrdən, analitiklərin proqnozlarından ibarət deyildi. O bazarı eynən o Sovet şifrələri kimi görürdü. Sındırılmalı, deşifrə edilməli nəhəng bir kod. Və o illərlə topladığı bu şifrə qırıcılıq təcrübəsini götürüb, bütün investisiya dünyasını silkələyən bir fəlsəfəyə çevirdi. Hər şeyin təməlində isə sadəcə 5 qızıl qayda dayanırdı. Bəli, onun o məxşur sirri qara qutusunun bütün əsası məhz bu 5 qayda üzərində qurulmuşdu. Gəlin indi bu qaydaların hər birinə ayrı-ayrılıqda nəzər salaq. Deməli, birinci və bəlkə də ən vacib qayda. Şirkətdə pozulması qəti qadağan olan bir qanun var idi. Heç kim, baxın, heç kim, istər Simons'ın özü olsun, istərsə də başqası, kompüterin verdiyi qərara müdaxilə edə bilməzdi. Səbəbi isə çox bəsitdir. Çünki biz insanlar emosional varlıqlarıq. Bazarda təşvişə düşürük, acgözlük edirik. Amma bütün bu emosiyalar riyazi bir sistem üçün sadəcə mənasız bir səs-küydür. Kompüterin isə emosiyaları yoxdur. Gəldiyi ikinci qaydaya, data hər şeydən üstündür. Amma burada söhbət sadəcə birja qiymətlərindən getmir, yox. Təsəvvür edin, Konqres kitabxanasındakı bütün kitablardakı məlumatdan minlərlə dəfə çox data. Petabaytlarla məlumat. Onların işi bu nəhəng data okeanında iynə ilə quyu qazar kimi təkrarlanan gizli əlaqələri, yəni siqnalları tapmaq idi. Siqnal nədir deyə soruşa bilərsiniz. Məsələn, belə bir şey. Ola bilər ki, Yaponiyada yağan yağışın miqdarı ilə bir neçə gün sonra New Yorkdakı hansısa bir şirkətin səhm qiyməti arasında cüzi, amma statistik olaraq əhəmiyyətli bir əlaqə var. Bax, bu bir siqnaldır. Onlar məhz belə ağla sığmaz əlaqələrin arxasınca düşmüşdülər. Yaxşı, bəs bu qədər qəribə, qeyri-adi əlaqələri kim tapa bilər? Təbii ki, qeyri-adi adamlar. Bu da bizi üçüncü qaydaya gətirir. Simons qəsdən Wall Street'in maliyyə mütəxəssislərini, MBA məzunlarını işə götürmürdü. Onların yerinə komandasına kimləri yığırdı bilirsinizmi? Astronomları, dilçiləri, fizikaçıları, yəni maliyyə dünyası haqqında heç bir ön mühakiməsi, heç bir stereotipi olmayan dahi beyinləri. Məqsəd nə idi? Məqsəd bazara tamamilə təmiz, təzə gözlərlə baxa bilmək idi. Dördüncü qayda uyğunlaş, yoxsa məhv ol. Bazar, bilirsiniz, canlı, nəfəs alan bir varlıq kimidir. O, heç vaxt yerində durmur, daim dəyişir. Dünən sizə pul qazandıran bir strategiya bugün tamamilə işə yaramaz ola bilərdi. Hətta bəzi modellərinin ömrü cəmi bir neçə gün olurdu.
Məhz buna görə də onların sistemi daima öyrənməli, özünü yeniləməli və təkəmmül etməli idi. Və nəhayət 5-ci sonuncu qayda. Onların fəlsəfəsi get böyük bir balina ovla deyildi. Əksinə, onlar tək bir böyük balinanın arxasınca düşməyə əvəzinə minlərlə, amma demək olar ki, tutulması zamanətli olan kiçik balıq tutmağa fokuslanmışdılar. Yəni, böyük, riskli bir əməliyyat yerinə hər biri çox kiçik qazanc gətirən minlərlə, on minlərlə əməliyyat edirdilər. Bunun məntiqi nədir? Çox sadə. Heç bir tək uğursuz əməliyyat bütün sistemi çökdürə bilməzdi. Yaxşı, bu 5 qaydanı anladıq. Amma bəs praktikada bu sistem necə işləyirdi? Yəni, hamının danışdığı o sirli, o məşhur qara qutunun içində əslində hansı proseslər gedirdi? Gəlin indi, obrazlı desək, o qutunun qapağını qaldırıb bir içəri boylanaq. Bütün bu mürəkkəb sistemin əsasında əslində çox sadə görünən 4 addımlı bir mühərrik dayanırdı. Baxın, proses belə idi. Birinci addım, mümkün olan hər cür datanı toplayırsan. İkinci addım, o data yığınının içində sənə kiçicik bir üstünlük verən gizli bir siqnal tapırsan. Üçüncü addım, algoritm o siqnala əsasən avtomatik olaraq algı-satqı edir. Və dördüncü addım, bu əməliyyatdan əldə edilən o cüzi mənfəəti cibinə qoyursan və hər şeyi yenidən başlayırsan. Bu dövrə saniyədə yüzlərlə dəfə dayanmadan təkrarlanırdı. Bu qədər dahi beyin, bu qədər çox data, bu qədər mürəkkəb algoritmlər. Adam düşünür ki, yəqin ki bu sistemin hər əməliyyatı 100% uğurluydu. Elə deyilmi? Yaxşı, sizə bir sual. Sizcə, onların əməliyyatlarının neçə faizi qazancla bitirdi? 90%, bəlkə 80%? Bir anlıq bu barədə düşünün, çünki cavab sizi çox təəccübləndirəcək. Və indi gəldik bütün bu hekayənin ən şok edici, ən ağla sığmaz hissəsinə. Bütün bu sistemin sirrini açan o tək kiçik rəqəmə. Hazırsınız? Uğur faizi cəmi 50,75% idi. Bəli, düz eşitdiniz, 50,75. Gəlin bir saniyəlik dayanaq və bu rəqəmin nə demək olduğunu həzm edək. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, onların sistemi adi bir qəpi atmaqdan, yəni yazı turu oyunundan sadəcə 0,75% daha dəqiq idi. Bu inanılmazdır və sonda sual yaranır. Necə olur ki, demək olar təsadüfə bərabər bir dəqiqliklə milyardlar qazanmaq olur. Bütün bunların sirri nədədir? Cavab çox sadədir. Onlar bir investor kimi yox, bir kazino sahibi kimi düşünürdülər. Baxın, bir kazino ruletdə hər fırlanışda qazanırmı? Əlbəttə yox. Amma kazinonun həmişə çox kiçik bir riyazi üstünlüyü var. Və bu kiçicik üstünlüyü gecə-gündüz milyonlarla dəfə təkrarlayanda sonda qazanan həmişə kazino olur. Bu artıq şans deyil, bu riyaziyyatdır. Medalyon da eyni ilə bunu edirdi. O 0,75%lik cüzi üstünlüyü götürüb gündə yüz minlərlə əməliyyatla tətbiq edirdi. Bu yanaşma həm də onların fəlsəfəsindəki fundamental fərqi ortaya qoyur. Baxın, ənənəvi bir investor həmişə bu şirkətin səhmi niyə qalxır deyə soruşar. Bir səbəb, bir hekayə axtarar. Amma Simons'ın sistemini niyə sualı qətiyyən maraqlandırmırdı. Onların yeganə sualı buydu. Data növbəti addımın nə olacağını proqnozlaşdırır. Səbəbin nə olduğunun heç bir əhəmiyyəti yox idi. Tək önəmli olan modelin işləyib işləməməsi idi. Bu qədər sadə. Ancaq Jim Simons'un hekayəsi sadəcə bazarların kodunu sındırıb milyarder olmaqla bitmir. Əslində, hekayənin bəlkə də ən təsirli hissəsi bundan sonra başlayır. O, qazandığı bu ağlasılmaz sərvəti götürüb, bəşəriyyətin daha böyük kodlarını, elmin, təhsilin sirlərini açmağa yönəltdi. Hələ 1994-cü ildə qurduğu Simons fondu ilə o, dünyanın ən böyük xeyriyyəçilərindən birinə çevrildi. Milyardlarla dollarını nəyə xərclədi bilirsinizmi? Fundamental elmə, kainatın sirlərini açmağa, autizmin genetik kodunu anlamağa çalışan alimlərə və gələcək nəsillərin riyaziyyatı daha yaxşı öyrənməsinə. Beləliklə, Simons'un bizə qoyduğu əsl miras sadəcə pul deyil, ondan daha vacib bir şeydir. Bu çox güclü bir ideyadır. Data və sarsılmaz bir nizam-intizamla dəstəklənən fərqli bir düşüncə tərzi bir zamanlar qeyri-mümkün hesab edilən problemləri həll edə bilər. Və bu da bizi bugünün son sualına gətirir. Əgər bu prinsiplər maliyyə kimi mürəkkəb bir sahəni kökündən dəyişə bildisə, onda başqa hansı sahələr öz Jim Simons'ını gözləyir? Düşünün, tip, iqlim dəyişikliyi,
Təhsil, bu cür düşüncə tərzi ilə daha hansı həll olunmaz problemlərin öhdəsindən gələ bilərik? Cavab bəlkə də elə datanın içində gizlənib.